Xahiş edirəm, mənə kömək edəsiniz. Zabrat icra nümayəndəsi qeyri-qanuni heç bir əsas, heç bir qərar, heç bir sərəncam və əmr olmadan evimi sökmək istəyir və mənə şifahi xəbərdarlıq edib və məktubsuz, tarixsiz boş xəbərdarlıq kağızı verib, bildirib ki, güya əmlak xidməti sökülməsini bildirib. Halbuki əmlak o barədə heç nə bildirməyib. Mənə nə əmlak xidməti, nə fövqəladə hallar, nə Dövlət Şəhərsalma Arxitektura Komitəsi, nə də Sabunçu rayon icra hakimiyyəti evinin sökülməsi barədə rəsmi məktubla xəbərdarlıq göndərməyib və hər hansı bir barədə qərar və ya sərəncam və ya əmr göndərməyib. Və mənə bildirir ki, qonşu xəqani və əvəzlə razılığa gəlsəm sökməyəcək. Zabrat nümayəndəsi Həmid Qarayev qeyri-qanuni evimi 20.06.2026-cı il tarixdə saat 10:00 radələrində sökəcəyini bildirib və deyib ki, güya evin damını söksəm, güya evimi sökməyəcək. Xahiş edirəm sizdən bu qanunsuz hərəkətlərdən məni qoruyasınız. Mənim evim olan yerdə heç kəsin çıxarışı, kupçası yoxdur. Elə xəqaninin də, əvəzin də evlərinin çıxarışı yoxdur. Onların evləri qanunsuz tikilidir. Sökülməsi olsa gərək ərazidə bütün evlər sökülməlidir. Necə olur, mən şikayət edirəm, bacısı qətibəni qanunsuz çardağını sökmürlər. Baxmayaraq ki, Fövqəladə Hallar Dövlət Şəhərsalma Arxitektura Komitəsi çardağın sökülməsi qərarını verib, amma onlar bir dənə deyən kimi Zabrat nümayəndəsi mənə hədə qorxu gəlir ki, evimi sökəcək. Zabrat nümayəndəsinin nə marağı var ki, ancaq mənim evimi sökür. Üstəlik xəqani və əvəz o şəxslərdir ki, mənim anamı döyüblər və bizi təhqir ediblər, ölümlə hədələyiblər, darvazamı uğurlayıblar, evimə soxulublar, pəncərəmi sındırıblar. Bütün video sübutlarım var və deyirlər ki, hara istəyirsən şikayət elə, rüşvət verib baxılmamış saxlatdırıb və saxlatdıracam. Hər yerə şikayət edirəm, 102-yə zəng edirəm. Amma nə xəqaninin, nə əvəzi, nə də onların birgə bizə qarşı qanunsuzluq edənləri tutmurlar və cinayət işi açmırlar. Üstəlik mən şikayət edirəm ki, qanunsuz olaraq işıq sayğacımı xəqani və əvəz söktürmək istəyir. Siftə deyirlər sökməyəcək. Sonra deyirlər güya sayğacım qanunsuzdur, sökülməlidir. Halbuki sayğacı mən qoymamışam. Azərişıq keçən il qoyub və ərazidə hamının sayğacı çıxarışsız, qanunsuz qoyulub və mən bildirmişəm. Şikayətimə baxmaq istəmirlər. Mənim evimə və sayğacıma nə xəqaninin, nə əvəzin adiyyatı yoxdur. Çünki həmin sənədi onların adına deyil. Evin sənədi onların adına deyil və onların öz evlərinin sənədi yoxdur. Yəni, mənim evim və sayğacım onların hüquqlarını pozmur. Ona görə əsassız şikayətdir. Baxılmamalıdır. Amma baxılır. Xəqani və əvəzlalkarlar cəmiyyətinin ərazisini qeyri-qanuni kimlərəsə rüşvət verərək zəbt edib, tikiblər, satıblar. Amma onlar heç kəs heç nə demir. Mən həmin alıcılardan biriyəm, qurbanlardan biriyəm. Xəqani Mehdi adlı maklerə satıb, mən də Mehdidən almışam və əlimdə sübut kimi imzalı kağızım, aktım var şahidlərlə. Mən ailəliyəm. Mənə gənc ailə kimi xəqani yaşamağa qoymur və Zabrat nümayəndəsi ilə birlikdə özümə qəsd etməyə məcbur edir. Mənə nəsə olsa bilin ki, xəqani, əvəz, qətibə, Zabrat nümayəndəsi edib. Mənəvi və fiziki təzyiq və təsir altında saxlamaqla ya onlar tərəfindən olacaq, ya da özüm özümə edəcəm. Xahiş edirəm, kömək edin.